Salam əziz və dəyərli müəllimlər. Gəlin cümlə tamamlama bölməsinin ikinci hissəsi ilə davam edək. Və ən çox testlərdə istifadə olunan məsələlərdən biri non-clause'lar demək olar ki, yəni ismi budaq cümlələr. Məsələn, bu feillərdən sonra acknowledge, admit, pledge, announce, assume, confess, etiraf eləmək, state. Bunlardan sonra bilirik ki, biz əsasən nə istifadə olunur? That istifadə olunur. Və bilirik ki, məsələn, that daha çox harda istifadə olunurdu? İstifadə olunurdu, məsələn, tamamlıq budaq cümləsində feillərdən sonra. Məsələn, knows, o bilir ki, təyin budaq cümləsində də isimlərdən sonra istifadə olunur. Və ya xəbər budaq cümləsində bağlayıcı feillərdən sonra. Məsələn, my idea is that, mənim fikrim odur ki, nədir, odur mənasında istifadə oluna bilər. Yəni, bu gördüyünüz quruluşlardan sonra biz variantlarını deyəcəyiz ki, müəllim, bunun nə rolu var? Mən sizə deyim. 6 dənə testlərdən götürülən cümlələrdir. 6 dənə testdə başlıq bu şəkildə idi və testləri etdiyimiz zaman birbaşa variantlardan gedib that üzərində durmuşuq və görmüşük ki, cavab elə bu çıxır. Çünki it's known that. Bunu görən kimi qaçıb bunu axtarmaq lazım variantlarla. They are talking about. İndi tamamlı budaq cümləsi məsələsi var da. Burada bilirsiniz ki, that bilirsiniz ki, adjective clause'larda söz önlərindən sonra gəlməz. Amma noun clause'larda gələr. She has the idea that. I am confident that. My idea is that. He knows that formasında istifadə olunur. Yaddan çıxarmayaq ki, bu feillər ki var, məsələn, assume, confess, acknowledge, bunlar hamısı elə feillərdir ki, özündən sonra birbaşa nə də eləsək that tələb eləyəcək. Çünki bu feillər non-clause'larda ki mənasını verən bağlayıcılarla istifadə olunur. That, baxın, the fact, that, yəni bunlarla istifadə olunmalıdır. Ümumiyyətlə, that-in rolu nədir desəz, that daha çox qərarlı olan vəziyyətlərdə istifadə olunur. Qərar artıq bilinir, qərarlıdır hərəkət. Amma qərarsız olanlarda nə deməkdir qərarlı, nə deməkdir qərarsız? Vasitəli nitqdə, tutaq ki, biz sual cümləsində, müəllifin sözlərində that olur, düzdür? Çünki fikir qərarlıdır. Artıq vasitəsindən vasitəliyə çevirəndə nə edirdik? That düşürdü. Əgər ki, orada ümumi sual olardısa, yerinə gəlirdi whether if. Xüsusi sual olardısa, sual cümləsində hansı question word, yəni sual sözü istifadə olunubdursa, o gəlirdi bağlayıcı olaraq onun yerinə. Məsələn, when you will come, when will you come məsələn tutaq ki, sual bu formadaydı. Bağlayıcı olaraq çevrildiyində when you would come məsələn dəyişirdik. Baxın, biz onun üçün deyirik ki, bu bağlayıcılar daha çox qərarsızlıq ifadə edir. Qərarsızlıq nə deməkdir? Yəni bu deməkdir ki, ya qabaqda verdiyi feillər bu şəkildə olacaqdır. Məsələn, bilirsiniz ki, question sözü feil kimi də istifadə olunur. Ya question verilib, ya verilib ask, ya verilib he doesn't know, he wants to know, can you tell me please formasında. Yəni, qərarsızlıq bildirən bir quruluş gəlib əvvəldə. Ya sualdır, sualı da qərarsız şəkildə verir, ya da inkardır. Artıq bunlardan mən bilirəm ki, burada nə qoymalıyam? That yox, qoymalıyam whether, if və ya WH, how'la başlayan nələr? Bağlayıcılar qoymalıyam. Çünki onlar onun yerinə keçir demək olar ki. Məsələn, gəlin buradan davam edək. Noun clause'larda zaman uzlaşması istisnaları. It ilə başlayan cümlələrdə tense uyğunluğu olmaya bilər. Bəli. Bilirsiniz ki, report cümlələrində, yəni biz buna report passivdə deyirik bəzən, bu cümlələrdə başla budaq arasında zaman uzlaşması pozula bilər. Və bu tip cümlələri məchul növə çevirərkən necə edirdik? Belə çevirirdik də. She is claimed
to have stolen the money. Düzdür? Qayda var idi ki, report cümlələrində əgər baş cümlə indiki zamanda, budaq cümlə keçmiş zamanda olarsa, bu zaman aralarında zaman fərqi yaranır. Biri plus, biri minus olur. Hərəkətin. Sonra belə izah edirik. Yəni, nə deməkdir bunlar? O deməkdir ki, tərəflər arasında fərqli zamanlar var. Elə olduğu zaman passivə çevriləndə budaq cümlənin xəbəri bir dərəcə geriyə atlayır. Bitmişə çevrilir. Yəni, perfect olur. Infinitive, yəni perfect infinitive formaya çevrilir. It is claimed. Baş cümlə pozitiv, yəni indiki zamandadır. That she stole the money. Onun pulu uğurladığını. Bu artıq mənfidir, yəni keçmişə uyğundur. Deməli, biri pozitiv, biri negativ olanda onu passivə çevirdiyimiz zaman budaq cümlə mübtədası gəlir əvvələ she, baş cümlənin xəbəri gəlir mübtədanın yanına, çünki onlar cross şəklində yer dəyişirlər. She is claimed. Və təbii ki, xəbəri birbaşa buraya yapışdıra bilmərik. Bunu məsdər formaya çevirməliyik. Yəni, feilin şəxsiz formasına çevrilməlidir. To. İndi, niyə to steal yazmadım? Tutaq ki, deyəcəksiniz ki, niyə to steal deyil də to have stolen yazdım? Çünki başla budaq arasında zaman fərqi yarananda perfect infinitivlərdən istifadə olunur. Çünki hərəkət zaman fərqi var. Birinci uğurlayıb, uğurlanandan sonra iddiası ortaya çıxıb. Yəni, ikisi eyni anda olmadığına görə hərəkətlər üst-üstə, biz buna deyirik align with. Yəni, üst-üstə düşmədiyinə görə, biri digərindən daha əvvəl baş verdiyinə görə mütləq şəkildə perfect forma istifadə olunmalıdır. She's claimed to have stolen the money. Onun pulu uğurlamış olduğu və ya uğurladığı iddia edilir. İddia edilir indi. Uğurlamaq isə daha əvvəl baş verir. Bu bir. İkinci, fakt cümlələrində. Fakt nə deməkdir? Bu o deməkdir ki, insan əli ilə hərəkətin tərkibini, içini dəyişdirmək olmaz. Bu belədir və belə də qalmalıdır. Yəni, burada sualın cavabı ya yes, ya da no-dur. Məsələn, the professor explained that coffee grows in Brazil. Professor izah etdi ki, kofe Braziliyada yetişir. İndi burada bunu dəyişdirə bilərsiniz. Yəni, insan əli ilə bu hərəkəti dəyişdirmək olar? Yox. Çünki faktı dayalı bir hərəkətdir. Yəni, faktla bağlı bir hərəkətdir. Ona görə də uzlaşma pozula bilər. Üçüncüdə, budaq cümlədə zaman zərfləri göstərilərsə. Məsələn, he claims, baş cümlənin iki zamandadır. That the war was started in 1960. O iddia edir ki, müharibə 1960-cı ildə başlayıb. Deməli, baş cümlə indiki, budaq cümlə keçmişdədir və aralarında zaman fərqi var. Pozula bilərmi? Pozular, çünki zaman zərfi var daha doğrusu. Budaq cümlənin tərkibində zaman zərfi olduğuna görə uzlaşma pozula bilər. Uzlaşmalar ən çox when bağlayıcısı olanda pozula bilər. Bu tip cümlələrdə faktı dayalıdırsa ya da zaman zərfi olanda pozula bilir. Bu şəkildə mümkün. Bir də məsələ əlavə bir qeyd deyə bilərəm sizə. Bu qeydimiz nədir? Bu qeydimiz bu şəkildədir. Deməli, normalda tamamlıq budaq cümləsinin tərkibində başqa ikinci bir budaq cümlə yerləşə bilər. Amma ikinci yerləşə biləcək budaq cümlə yalnız və yalnız zəflik budaq cümləsidir. Məsələn, he regrets that he had been to the party, he could have met her. Baxın, görürsünüz ki, iki cümlə var burada. That və if. İndi, baxaq görək, nə harada necə istifadə olunur. O təəssüflənir. Nəyə? Yəni, o deyir ki, təəssüfləndiyinin səbəbini burada açıqlamağa çalışır. If he had been to the party, əgər partiyə getmiş olsaydı, could have met her. Onunla tanışa bilərdi. Deməli, burada görürük ki, bir noun clause var, bir də adverbial clause var. O zaman sual ortaya çıxa bilir. Elə bir sual düşsə, bu hansı clause-dur deyə hansını götürək? A.
Object clause, B. Conditional clause. Cavab A-dır. Çünki clause'ların növünü tapanda biz sağdan sola yox, soldan sağa hərəkət eləyirik. Yəni move on to from the left to the right. Yəni soldan sağa doğru irəlilənmə olur burada. Baş cümləyə sual verəndə baş cümlə nə götürürsə, budaq cümlənin tərkibində 15 dənə də verb olsa xeyri yoxdur. Əsas başın verdiyi sualdır. O təəssüflənir ki, partiya getməyib. Getsəydi, onunla tanış olardı. Deməli, mümkündür. Non-clause'larda tamamlı budaq cümləsində, budaq cümlənin vətn tərkibində adverbial clause ola bilər. Biri if, biri də when'dir. He says that when they were in office, they did better. O deyir ki, və o iddia edir ki, o söyləyir ki, onlar vəzifədə olanda daha yaxşı çalışırdılar. Unutmayasınız ki, to be in office, office olmaq deməkdir. Bu bir birləşmədir. Çünki orada artikel yoxdursa, in və office demirsə, bilin ki, o məslək mənasını verir. Yəni, öz vəzifəsində olanda, öz işində olanda. Məsələn, mən vəzifədə olanda, when I was in office, office to be in office vəzifədə olmaq demək. Yəni, bu formada olur. Yəni, qısacası, onlar vəzifədə olanda daha yaxşı işləyirdilər. Time clause. Non-clause'larda suggest, agree, arrange, beg, demand, decide, determine, order, resolve, urge, insist bu feilləri boşluqdan qabaq gördünüz. Bilin ki, variantlardan that axtarmaq lazımdır mütləq şəkildə. Yəni, bunlardan sonra mütləqdir ki, that axtarmaq lazımdır ki, bilirsiniz ki, recommend feili özündən sonra subjunctive mood tələb eləyir və ya suppositional mood, yəni şudlu cümlə tələb eləyir. İndi gəlin bu izah etdiyim qaydaları testin üzərində göstərim. Məsələn, baxın, burada da qeyd eləmişəm. Tutaq ki, cümlə itlə başlayıbsa, that-lə davam edir. Bu çox önəmlidir. Buna fikir etmək lazımdır. Və ya boşluqdan qabaq sifət gəlibsə, that-lə davam edir. Söz önü gəlibsə, boşluqdan əvvəl söz önü gəlibsə, orada məsələn that, if istifadə eləmək olmaz. Bu qayda doğru deyil. Boşluqdan qabaq to be gəlibsə, bu artıq predicative clause olur. That-lə davam edir. Bu şəkildə olmalıdır. İndi boşluqdan sonra that gəlib. Deyir ki, scientists are now sending out e-prints instead of preprints of unpublished articles. Deməli, burada mübtədamız da var. Mübtəda da verilib, xəbər də verilib, tamamlıq da verilib. Əgər ki, that-dən sonra mübtəda, xəbər və tamamlıq gəlirsə, S də var, V də var, O da var. Yəni, mübtəda da var, xəbər də var, tamamlıq da var. O deməkdir ki, bu cümlədəki that non-clause that-idir. Yəni, bu that-dən qabaq mütləq şəkildə feil gəlməlidir. Onu deyir, ya da sifət gəlməlidir. İsim gələ bilməz. Çünki isim gəlsə təyin budaq cümləsi olur. Yaddan çıxarmayın. That-dən sonra mübtəda, xəbər, tamamlıq gəlirsə, mübtəda, xəbər, tamamlıq. Mən məsələn tərcümə eləmirəm. Heç vaxt. Uzun cümlədir bu. Baxıram ki, mübtəda var, xəbər var, tamamlıq var. Bilirəm ki, that-dən sonra bu üçü gəlirsə, üst-üstə ard-arda one after another, yəni bir-birinin ardınca gəlirsə, bu deməkdir ki, burada mütləq şəkildə istifadə olunmalıdır non-clause. İsimlər varsa onları çıxıram. Məsələn, tutaq ki, non-clause cümləsidir. Before ola bilməz. A gedir. Ondan sonra cümlədə zamanlara baxırıq. İndiki zamandadır. Bu da aydındır. Deməli, keçmişə görə A-nı çıxdıq. Qaldı B, C, D və E variantları. Məsələn, İ-dən başlayaq. Deyir ki, among academics, technological advances attract less attention. Attention burada isimdir. İsimdən sonra that gələrsə, that-dən sonra mübtəda, xəbər, tamamlıq gələ bilməz. Yalnız ikisi gəlməlidir. Ya mübtəda, ya xəbər tamamlıq gəlməlidir. Deməli, mənə feil lazımdır.
İsmi çıxıram. Bu da gedir. D-də deyə bilərsiniz ki, müəllim, boşluqdan əvvəl feil gəlir. Məsələn, the benefits of technology should not be overrated. Deyir ki, texnologiyaların faydaları gərək şişirdilməsin. Nə üçün? Səbəb. Bizə lazım idi bundan sonra because gəlsin. Gördünüz, mən sual verərək tapdım ki, bu hansı bağlacını tələb eləyir? D-də getdim. The internet has indeed opened many doors that baxın ödəmir. Həm də zaman olaraq nəticəni göstərə bilmir. Bir də ki, biz demişik ki, burada that-dən qabaq mütləq şəkildə feil gəlməlidir, isim yox. Məsələn, S-yə daha çox çünki, buna görə də kimi bağlacılar lazım. Our change that the advent of the internet has brought. Yəni burada budaq cümlədir. One change is that bir dəyişiklik odur ki, nədir ki, ödədi. Bayaq dediyim kimi, that-in qabağına to be axtarın. Baxın, ödədi. İndi burada variantlarda, məsələn, izahlarda deyə bilərsiniz ki, mən bunu tərcümə edib daha rahat tapa bilərdim. İzah edirəm deyə uzun olur. İzah artıq bu qaydaları biləndən sonra bilirsiniz ki, hə, that də özündən sonra SVO gəlib, ehtiyac yoxdur. Hamısını çıxdaş eləyirəm. Bilirəm ki, cavab B-dir. Bir dəqiqə belə çəkmir. İzahdır deyə A, B, C, D, E tək-tək gedirəm. Amma məsələn, bu qaydanı biləndən sonra nə ehtiyac var ki, hə, Y-ni oxuyasınız və ya D-ni. Gördük ki, burada that var, qabağına to be axtarın. That var, qabağına feilləri axtarın. Decided, now, nə bilim, tutaq ki, say, says, claim. Sifət var, that axtarın. Mücərrəd isimlər var, that axtarın. Və yaxud da ki, itlə başlayıb that axtarın. Yəni, yenə deyirəm mən sizə, burada uzun gələ bilər. Məsələ orasındadır ki, bu izah olunur deyə uzundur. Amma əslində çox bir dəqiqəlik bir şeydir, bunu tapmaq çox rahat. Məsələn, burada boşluqdan sonra may not be justified in another deyir. Present hərəkət var burada. Keçmişdir, çıxırıq. Keçmişdir, çıxdaş eləməliyik. Keçmişdir, çıxdaş eləməliyik. Qaldı B və C. Bilirsiniz ki, bayaq qeyd etdiyim kimi, that-dən sonra mübtəda, xəbər, tamamlıq. Yəni, bu cümlə özləri gəlirsə, that-in qabağında bayaq saydıqlarım, məsələn, suggest feilini xatırlayırsınız. Suggest, agree, arrange, beg, demand. Bunlar gəlməlidir. Məsələn, fikir verin. A recent study into cholesterol levels suggests that formasında. İndi sual oluna bilər. Bəs burada mən niyə B-ni götürməyim? Axı təyin budaq cümləsində that-dən qabaq nə gəlməlidir? İsim gəlməlidir. Bəli, that həm noun clause-larda istifadə oluna bilər. Özündən qabaq feil götürməlidir. Həm də təyin budaq cümləsində gələ bilər. Özündən qabaq isim götürməlidir. That B-nin olması üçün gərək belə olmalı idi. The article has considerable originality that feil gəlməlidir birbaşa onda. That verb object ya da belə olmalıydı. Deməli, that subject verb cümlə dayanmalıdır. Burada görürsünüz ki, mübtəda, xəbər və ikinci dərəcəli üzvlər var. Belə geniş cümlələrin təyin budaq cümləsində budaq cümlə geniş olmur, müxtəsər olur. Kitab sənin məsləhət gördüyün, kitab rəfin üzərindəki, yəni geniş ikinci dərəcəli üzvlərin olmadığı cümlələr olur əslində. Ona görə də buna fikir vermək lazım ki, burada B-nin olması üçün gərək orada that-dən sonra sadəcə feil və tamamlıq gələrdi. Məsələn, noun, that, do something formasında olmalı. Ona görə B variantı ola bilməz. Düzgün cavabımız elə suggest feilindəndir. Və bu feillərdən də göründüyü kimi, onsuz mən hər zaman bu feilləri görəndə heç nəyə baxmıram. Bilirəm ki, beg that, arrange that, suggest that, tutaq ki, determine
that formasında istifadə olunmalıdır. Məsələn, bayaq qeyd etdiyimiz məsələ yenə burada öz əksini tapıb. Deyir ki, bla 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 bla, how acid rain would affect trees. İndi deməli boşluqdan sonra nə gəlib? Bağlayıcı gəlib. How. Və ondan sonra gəlib acid rain mübtədamız var, təyinimiz var. Bu da fact verib burada təsir edərdi ağaclara. Veya daha doğrusu etdiyini, edəcəyini. İndi burada baxan kimi bilinir ki, burada mübtəda var, xəbər var, tamamlıq var. O zaman bu how non-clause'larda da biz vasitəsindən vasitəliyə çevirəndə necə olurdu? Dil çevrili would olurdu. Əgər sual cümləsində how vardısa olduğu kimi qalırdı. Eyni cümlədir. Qabaqda gəlməlidir mütləq paslı bir cümlə ki, onu would-a çevirə bilsin. Deməli, A-da has present olmaz. Y-də have present olmaz. Çünki past olmalıdır ki, orada have-dan sonra gələn will çevrili would olsun. Ona görə ola bilməz. Necə edəcəyini, təsir edəcəyini demək istəyirəm. Bu da ola bilməz. Cavab qalır. Deməli, ya B, ya C, ya D. B niyə ola bilməz? Ona görə ola bilməz ki, non-clause'larda tamamlıq budaq cümləsində bağlayıcı əvəzlikdən qabaq isim gələ bilməz. Bu da gedir. İsim gələ bilməz. Bu da gedir. Ya gəlməlidir feil, ya gəlməlidir söz-önlü birləşmə. There were many erroneous ideas about how. Yaxşı, bu nə deməkdir? Bu deməkdir ki, there were cümləmin xəbəri var. Many erroneous var burada təyin, yanlış deməkdir. Erroneous, yanlış, səhv deməkdir. Ideas, isim verib burada. About. Bu artıq olur söz-önlü tamamlıq budaq cümləsi. Bilirsiniz ki, tamamlıq budaq cümləsi iki hissəyə bölünür. Söz-önlü və söz-önsüz. Bu prepositional object clause-dur. Düzgün cavabımız elə C variantı olur. Məsələn, the speaker of China has stated varsa that axtarın. Başqa şeyə baxmağa ehtiyac yoxdur. So that gedir. Since, as regards, while bunlar gedir. Düzgün cavab B variantı. Tərcüməyə ehtiyac varmı? Yoxlaya bilərsiniz. Çünki mübtəda var, xəbər var, tamamlıq əksikdir. Tamamlıq da elə dətli cümlədir. Çünki that cümləsi tamamlıq budaq cümləsindəki budaq cümlə tamamlığın yerində olur həmişə. Tamamlığın yerində olur həmişə. Ona görə də ona diqqət yetirmək lazım. İndi gəlin bunu yerinə qoyub ispat eləyək. Mən demişəm ki, tərcüməni axırda eləmək olar, ispat eləmək üçün. Yəni düzgün cümlənin olub-olmadığını ispat eləmək üçün. The speaker from China has stated that terracing the soil is one conservation method used widely in his country to control erosion. Deyir, Çindən olan speaker, məruzəçi speaker ifadə etdi ki, bildirdi ki, deməli, torpağın teraslanması, terracing, teraslanma, onun deməli, ölkəsində eroziyaya qarşı nəzarət etmək üçün istifadə olunan qorunma üsullarından biridir. Yəni, bu terracing o üsullardan biridir ki, qoruyur mənasını. Yəni, göründüyü kimi, həm cümlənin tərcüməsi yerinə oturdu, həm də ki, baş cümlə ilə budaq cümlə özünü tamamladı. Buna görə düzgün cavabımız elə B variantı olur.